Mən həmişə deyirəm ki, mütləq sosial-iqtisadi institutlar məcbur edibdir ki, hər iki cins işləsin, seçim azadlığı qoymayıb. Bu çox vacibdir. Mən həmişə deyirəm ki, mən həm qadına, həm kişiyə seçim azadlığı arzulayıram. İstəyir işləsin, istəyir işləməsin. Aynen. Amma sənin vergilərin ABŞ-də ilk dəfə income tax, maaşdan vergi 1913-cü ildə gəldi. Ondan öncə ümumiyyətlə tax yoxdur da. Özü çoba 2%. Aynen. Vergilər bir tərəfdən, yəni sən ərinin pulunun yarısını alanda vergi formasında, o indi yarı pulla ailəsini saxlamalıdır da. Və ikincisi monetar siyasət. Onlar inflyasiyanı belə qaldılar ki, real maaşlar qat-qat düşdü. Əgər keçən əsrin ortalarında sən pul toplayıb ev, maşın ala bilirdinsə, indi bu variant yoxdur. Bankirlər super varlandı, bu qeyri-bərabərlik baş verdi. Bu mütləq belədir. İndi sistem belədir. Mənim əsas bu günə niyə belə olub önəmli deyil. Niyə belə olub da artıq bu gün belədir ki, sən əgər uşaqlarını normal yedizdirmək istəyirsənsə, normal məktəbdə oxutdurmaq istəyirsənsə, harasa getmək istəyirsənsə, bir balaca həyat sürmək istəyirsənsə, hər iki cür işləməlidir.